Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Kirmanda daha 101 nəfər həbs edildi. Hakimiyyət xalqın yenidən küçələrə çıxmasından qorxur. İranda yeni nazirlik yaranır. İnternetin kəsilməsi İranın zəfəran ixracına zərbə vurur. İsrail, İran və Livanda əməliyyatlar keçirdi. İndi isə daha ətraflı. Bugün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bugün bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes forumunda çıxışı zamanı deyib. Bugün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan şərqdən qərbə və əks istiqamətdə, hətta şimaldan cənuba və cənubdan şimala təhlükəsiz və etibarlı tranziti təmin edir, deyə dövlət başçısı əlavə edib. Davam edirik. Müharibəyə görə Kirman əyalətinin bir neçə şəhərində 101 nəfər həbs edilib. Bu barədə əyalət prokurorluğu məlumat yayıb. Saxlananlar casusluq, İsraillə əlaqə, silah saxlamaq və müxalif qruplara üzv olmaqda günahlandırılıblar. Onların kimliyi və həbs tarixi barədə əlavə açıqlama verilməyib. Yerusəlim Postun verdiyi məlumata görə, İranda keçirilən iclasın əsas mövzusu xalq etirazlarının yenidən başlaması ehtimalı ilə bağlı narahatlıq olub. Məlumata əsasən İranın təhlükəsizlik qurumları xəbərdarlıq ediblər ki, iqtisadi böhranın dərinləşməsi, işsizliyin artması, bahalaşma və geniş sosial narazılıq xalqı yenidən küçələrə çıxara bilər. Qiymətləndirmədə həmçinin bildirilib ki, internetin kəsilməsi, bazardakı durğunluq və son iqtisadi təzyiqlər insanların yaşayışına ağır zərbə vurur, minlərlə insan işini itirib. Eyni zamanda yaxın aylarda özəl sektorda daha çox şəxsin işsiz qalacağı proqnozlaşdırılıb. Məlumatlı mənbələr İran iqtisadiyyatının vəziyyətini böhranla adlandırıb və bildiriblər ki, davam edən təzyiqlər hakimiyyətin ictimai narazılığını nəzarətdə saxlamaq imkanlarını zəiflədir. Neft, neft-kimya və polad sektorlarında mühüm sənaye müəssisələrinin bağlanması və ya fəaliyyətinin azalması, həmçinin maliyyə bazarlarında, banklarda və valyuta bazarlarında yaranan problemlər hakim dairələrin narahatlıqlarını artırıb. Məlumata görə, təhlükəsizlik qurumları yekun qiymətləndirmədə xalq etirazlarının yenidən başlamasını ciddi və real ehtimal kimi dəyərləndiriblər. Bu isə İran hakimiyyəti üçün misilsiz siyasi sınağa çevrilə bilər. İran Parlamentinin Şuraları Komissiyasının üzvləri böhranların qarşısının alınması və idarə edilməsi Nazirliyinin yaradılması planının təfərrüatları ilə razılaşıblar. Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə plan yekun səsvermə və qanuna çevrilmə üçün parlamentin açıq iclasında təqdim olunacaq. Bir müddət əvvəl Parlament Şuraları Komissiyasının üzvü Əbülfəzil Əbuturabi böhranların idarə edilməsi Nazirliyinin yaradılması ilə bağlı ümumi planın təsdiqləndiyini elan etmişdi. İnternetin kəsilməsi ixracatların beynəlxalq müştərilərlə əlaqəsini pozaraq İranın zəfəran ixracına ciddi ziyan vurub. İranın Milli Zəfəran Şurasının vitse-prezidenti bildirib ki, internetə məhdud çıxış səbəbindən bir çox ixracatçı alıcılarla əlaqə saxlaya və ya malları vaxtında göndərə bilməyib. Rəsmi qeyd edib ki, bu pozuntu xarici rəqiblərə, o cümlədən Əfqanistana, İran zəfəranını qlobal bazarlarda öz adları altında satmaq imkanı yaradıb. İran və ABŞ arasında potensial sülh razılaşmasının birinci mərhələsi münaqişədən əvvəlki status quo-ya qayıtmaq ola bilər. Bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatına görə danışıqların ikinci mərhələsinin olmamasına baxmayaraq tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil. Mənbələr iddia edirlər ki, mərhələli həllə yönəlmiş aktiv pərdəarxası diplomatiya davam edir. İlk addım Hörmüz boğazından sərbəst keçidin bərpası və eskalasiyadan əvvəlki mövqelərə qayıtmaq hesab olunur. Məlumata görə İranın nüvə proqramı məsələsinin müzakirəsi sonrakı mərhələdə planlaşdırılır. Həmçinin qeyd olunur ki, vasitəçilər tərəflərə razılığa gəlmək üçün təzyiq göstərirlər və qarşıdakı günlər danışıqlar prosesi üçün həlledici ola bilər.
ABŞ administrasiyası İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyalar tətbiq edə bilər. Bu barədə Birləşmiş Ştatların Maliyyə naziri Scott Bessent məlumat verib. Sanksiya tətbiq edilən İran aviaşirkətləri ilə iş görmək ABŞ sanksiyalarına məruz qalma riskini daşıyır. Xarici hökumətlər öz yurisdiksiyalarındakı şirkətlərin bu təyyarələrə aviasiya yanacağı, qida, eniş haqqı və idarəetmə xidmətləri də daxil olmaqla xidmət göstərməməsi üçün bütün zəruri tədbirləri görməlidir, deyə Bessent bildirib. İran İslam Respublikası Birləşmiş Ştatlar İsrail hərbi əməliyyatından əvvəl malik olduğu raket potensialının təxminən yarısını istifadə edib. Bunu Fox News-a verdiyi müsahibədə ABŞ dövlət katibi Marco Rubio bildirib. İndi onların raketlərinin yarısı qalıb, deyə Rubio deyib. ABŞ dövlət katibi həmçinin Tehranın istehsal gücü və dəniz qüvvələrinin qalmadığını deyib. ABŞ dövlət katibi Marco Rubio İranın Xarici İşlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bildirib. O, bu barədə Fox News-a müsahibəsində deyib. Mən heç vaxt İranın Xarici İşlər naziri ilə danışmamışam. Dediyim kimi, o nadir hallarda insanlarımızla ünsiyyət qurub. Bunlar əsasən dolayı danışıqlardır, deyə Rubio qeyd edib. Onun sözlərinə görə son həftələr İslamabadda keçirilən görüşlərlə bağlı bəzi birbaşa əlaqələr olub. Lakin onlarla birbaşa əlaqələr çox nadir, çox məxfidir və yalnız onların sistemindəki bir və ya iki nəfər vasitəsilə baş verir, deyə dövlət katibi əlavə edib. İsrailin kəşfiyyat xidməti Mossad, İran və Livan ərazisində həyata keçirdiyi əməliyyatlar vasitəsilə dəyərli kəşfiyyat məlumatları əldə edib. Bu barədə Mossad rəhbəri David Barnea bildirib. Onun sözlərinə görə Mossad həm strateji, həm də taktiki səviyyədə mühüm kəşfiyyat uğurlarına nail olub və düşmənin ən məxfi məlumatlarına çıxış əldə edib. Agentlik hədəf ölkələrdə yeni və daha əvvəl görünməmiş əməliyyat imkanlarını nümayiş etdirib. Son illərdə qurumun fəaliyyətində dəyişiklik baş verib və təşkilat müharibə dövründə daha aktiv və hücum yönümlü kəşfiyyat strukturu kimi formalaşdırılıb. Əvvəllər əsas diqqət gizli əməliyyatlara və münaqişələr arası dövrə yönəlirdisə, hazırda daha çevik və geniş miqyaslı fəaliyyət modelinə keçid edilib. İran və Livana qarşı əməliyyatlar, yeni bölmələrin yaradılması, ixtisaslaşmış imkanların formalaşdırılması və müasir texnologiyaların tətbiqi hesabına həyata keçirilir. Livan prezidenti Joseph Aoun Hizbullahın baş katibi Nəim Qasımın Livan hökumətinin İsraillə danışıqlarını tənqid etməsinə cavab olaraq ölkəni başqalarının maraqları naminə müharibəyə sürükləyən şəxsləri xain adlandırıb. O, bazar ertəsi deyib, xəyanəti öz ölkəsini başqa ölkələrin maraqları üçün müharibəyə aparanlar edir. Livan prezidenti İsraillə aparılan danışıqları müdafiə edərək Hizbullah rəhbərlərinə bildirib. Siz bizi milli razılığın olmamasını bəhanə edərək danışıqlara görə məsul tutursunuz. Mən isə soruşuram, müharibəyə gedəndə əvvəlcədən milli razılıq var idimi? Bizdən soruşurdunuzmu? Joseph Aoun'un bu sözləri atəşkəsdən sonra Amerika paytaxtında keçirilən 2 mərhələli danışıqlara işarə kimi qiymətləndirilir. Nəim Qasım isə həmin gün yaydığı bəyanatda Livan hökumətinin vəzifəsinin İsraillə birbaşa danışıqları dayandırmaq və dolayı danışıqlara qayıtmaq olduğunu bildirib. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.